Müasir sistematika və təkamül. Müasir sistematika haqqında bir çox alimlər fikirlər yürütmüşdü. Bunlardan ümumiyyətlə ilk dəfə olaraq elmi təsnifatı yaradan Karl Linné olmuşdur. Sadəcə onun təsnifatı süni idi, qəbul edilmədi. Səbəb odur ki, yalnız canlıların morfoloji quruluşuna görə, xarici quruluşlarına görə onları təsnif etdi və təsnifat vahidləri növ, cins, dəstə, sinif, taksonomik vahidlərdən istifadə etdi. Yəni bunları əzbər bilməliyik ki, Karl Linné hansı sistematik kateqoriyalardan istifadə etdi. Və Karl Linnéyin ən yaxşı işlərindən biri də insanlarla insana bənzər meymunları bir dəstədə, yəni primatlar dəstəsində yerləşdirilmişdi. Sadəcə yenə onun səhvi ondan ibarət idi ki, onların primatlarla insana bənzər meymunlarla insanın qohumluq əlaqələrini deyil, onların morfoloji, zahiri görkəmini nəzərə almışdır. Digər təkamülçü alimlərimizdən Jean-Baptiste Lamarck idi ki, heyvanlar aləminin sistematikasını yaradaraq onları 6 pillədə 14 sinifə bölmüşdür və qradasiya pillə adı vermişdir. O da ilk dəfə olaraq qohumluğu götürmüşdür. Amma ən dəqiq elmi cəhətdən sübut edən, sistemləşdirərkən onların mənşə birliyini əsas götürülmüş, taksonomik qruplar arasında qohumluq əlaqələrini elmi dərəcədə sübut edən alimlər Darwin olmuşdur. Yenə deyirəm, 9-cu sinif dərsliyində verilib ki, həmən bu qohumluq əlaqələrini ilk dəfə kim götürmüşdür? Lamarck. Daha sonra onu elmi cəhətdən daha gözəl sübut edən Darwin olmuşdur. Amma soruşulsa ki, ilk dəfə kim demişdir? Lamarck'ı götürürük. Sistematik taksonomik qrupları bitkilərdə hansılardır bilməliyik. Aləm, şöbə, sinif, sıra, fəslə, cins, növ. Heyvanlarda aləm, tip, sinif, dəstə, fəsilə, cins və növ. Taksonu nədir? Sistematik ölçü vahididir. Ən kiçik taksonomik vahid növ, ən böyük taksonomik vahid aləm hesab olunur. Bitkilərdən aləmdən sonra şöbə, heyvanlarda tipdir. Deməli, bitkilərdən heyvanlarda fərqləndirən bitkilərdə şöbə sıradır, heyvanlarda tip dəstədir. Və bu şəkilə baxaq, Darwin Galapagos adalarında olan oxşar növlərin cinslərdə birləşməsinə misal olaraq birəbitdənləri, yəni viroqları misal göstərmişdir. Və bu birəbitdənlər bir fəsildən ibarətdir, 3 cinsi və 10 növünü müəyyən etmişdir. Diqqətli olaq, hansı 3 cinsinin olduğunu müəyyən etmişdir. Hansı cinslər idi? Ağac birəbitdənləri, yer birəbitdənləri və silvilər. Mütləq şəkildə. Bəs bu birəbitdənlər harda yaşayır və necə qidalanır? Əsas bunlara diqqət yetirək. Yer birəbitdənləri açıq sahələrdə qidalanır, yerdə yuva qurur. Ağac birəbitdənləri ağacda qidalanır, yerdə qurur, yerdə yuva qurur. Silvilər də müxtəlif yerlərdə qidalanır, yerdə yuva qurur. Deməli, yer birəbitdənləri, ağac birəbitdənləri, silvilər qidalanma yerlərinə görə müxtəlif mühitlərdə qidalanır, lakin hər üçü də yuvanı harda qurdu? Yerdə yuva qurur. Bax, hər üçünün oxşar xüsusiyyəti yuvalarını yerdə, yəni torpaqda yuva qurmasıdır. Bəs bu quşları fərqləndirən nədir? Əsasən onların qidalanma yeri, qidanın müxtəlifliyi, dimdiyinin formasıdır. Həqiqətən də qidalanma yeri müxtəlifdir. Məsəl üçün, ağac birəbitdənləri dedik. Ağacda yer birəbitdənləri açıqlıq sahələrdə, silvilər isə müxtəlif yerlərdə. Diqqətli olaq, bunun altına xətt çəkək ki, qidalanma yeri, qidanın müxtəlifliyi, dimdiyin formasıdır. Onların bəzisi bitki mənşəli, bəziləri heyvan mənşəli ilə qidalanır. Bax, əgər onların bir qismi bitki mənşəli ilə qidalananlarda parçalayan dimdik, diqqətli olaq, bir qismi isə heyvan mənşəli olan qida ilə qidalanırsa, onlarda tutucu və ovan dimdiklərə rast gəlinir. Deməli, bitki mənşəli ilə qidalananlarda parçalayan, heyvan mənşəli ilə qidalananlarda tutucu və ovan dimdiklərə rast gəlinir.
Gəlin indi yer birə bitən cinsinin böyük yer birə bitən növü haqqında danışaq ki, böyük yer birə bitənin, bax burada qeyd olunub, qalın və parçalayan dimdiyi vardır ki, bitki mənşəli bitkilərin toxumları ilə qidalanır. Ona görə o toxumların sındırılması üçün uyğunlaşmışdır. Deməli, böyük yer birə bitənin dimdiyi parçalayandır və bitki mənşəli qidalarla qidalanır. Digərinə baxaq, kaktus yer birə bitəni. Deməli, kaktus hansı cinsin növüdür? Yer birə bitəni cinsinin növüdür ki, həmən bu kaktus yer birə bitəni, bunun dimdiyi və haçalanmış dili kaktus çiçəklərindəki nektarla qidalanmağa xidmət edir. Bu kaktus sözünü işlədəcək. Biri var, kaktusun nektarı ilə qidalanan yer birə bitənidir. Kaktus yer birə bitəni deyə bilərik. Digəri isə ağacdələnə bənzər birə bitən isə kaktus bitkisinin iynəsindən istifadə edir. Qidalanmır. Kaktus bitkisinin iynəsindən istifadə edir. Deməli, kaktus yer birə bitəndə kaktus çiçəklərindəki nektarlarla qidalanır və ona görə də kaktus yeri onda tutucu dimdiyə rast gəlinir. Digəri ağac birə bitənləridir ki, onlar ağacdələnə bənzər birə bitən ağac qabıqlarını ovur və onun uzun və yapışqanlı dili olmadığına görə kaktus iynəsini tutur. Kaktus iynəsi vasitəsilə gövdənin üzərində olan qabıqların altında olan kiçik həşəratlarla, cücülərlə qidalanır. Deməli, kaktusun iynəsindən istifadə etdi. Ağac birə bitəni, özü də qidalandı heyvan mənşəli qidalarla, cücülərlə. Hansı dimdiyə malikdir? Ağac birə bitəni ovan. Ovan və həşəratlarla qidalanır və kaktus iynəsindən istifadə etdi. Digəri isə kaktus yer birə bitənin isə dedik ki, o tutucu dimdiyə malik idi. Kaktusda olan nektar vasitəsilə qidalanırdı. Bu qədər birə bitənlərdə suallar düşəndə diqqətli olaq. Deməli, yer birə bitənlər cinsi var, silvilər var, bir də ağac birə bitənləri. Yer birə bitənin bir növü haqqında danışdıq. Böyük yer birə bitəni, düzdür? Amma kaktus hara aid oldu? Kaktus birə bitəni hara aid oldu? Yer cinsinə aid oldu. Ağac birə bitənləri isə ağacdələnə bənzər birə bitəni, ağac birə bitənini misal göstərə bilərik. Birəcəm qarışıqdır. Bəlkə də testlərdə daha çox oxusanız, daha çox səsimə qulaq assanız, bəlkə də sizə aydın olar. Digər gəlin baxaq, birə bitənlərin hamısı dedik ki, bir növdən əmələ gəlmişdir. Onlar materikdə yaşamış, adalarda əmələ gəldikdə müəyyən dəyişikliklərə məruz qalmışdı. Ən vacib olan müasir təsnifat prinsiplərini yaradarkən nələr nəzərə alınmalıdır? Bax, bunları əzbər bilməliyik. Müasir bir təsnifat prinsipi yaradıramsa, nələri nəzərə almalıyam? Birinci, təbii sistem yaradılarkən indi yaşayan və məhv olmuş növlərin qohumluq əlaqələrini də nəzərə alınır. Deməli, həm indi yaşayan, həm də məhv olmuş növlərinin qohumluq əlaqələri nəzərə alınır. Digəri isə bitki və ya heyvan yerini təsnifatda müəyyən edən zaman onun bütün yaşlarda əlamətlərinin cəmi nəzərdə tutulur. Yəni, müəyyən bir yaşda olan əlamətlərinin cəmi deyil, bütün yaşda olan əlamətlərinin cəmi nəzərdə tutulur. Düzdür? Digər üçüncü fikir isə müasir təsnifatda növlərin xromosom aparatındakı oxşarlıq fərqlilikdən geniş istifadə olunur ki, yəni növlərin genetik kriterisindən, meyarından əsasən istifadə olunur və qohumluq əlaqələrin müəyyən olunmasında ən əsas rol oynayan məhz o xromosom aparatıdır, xromosomlarında olan quruluşudur ki, yəni karyotipini növün nəzərə alınır. Müasir təsnifat prinsiplərində nələr nəzərə alınır? Hər bu üçü əzbər bilməliyik. Digər burada